Tacikistan prezidenti Emomali Rəhmona dövlət bayrağı meydanı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, 2007-ci il noyabrın 17-sində Prezident İlham Əliyev Bakıda dövlət bayrağı meydanının yaradılması barədə sərəncam imzalayıb. Elə həmin il dekabr ayının 30-da paytaxtın Bayıl qəsəbəsində dövlət bayrağı meydanının təməli qoyulub. 2010-cu il sentyabrın 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə meydanın təntənəli açılış mərasimi olub. İnşa olunan dayağın hündürlüyü 162 metrdir. Bayrağın eni 35 metr, uzunluğu isə 70 metrdir. Emomali Rəhmon Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda 8 güşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış oldu. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olan dövlətlərin bərpa olunan bayraqları nümayiş olunur. Burada həmçinin Azərbaycanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, dövlət atributları da var. Dövlət Bayrağı Muzeyində Guinness Dünya Rekordları Təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikat da nümayiş olunur. Muzey ilə tanışlıqdan sonra Emomali Rəhmon xatirə kitabına ürək sözlərini yazdı. Ali qonağa xatirə hədiyyələri təqdim olundu. Sonda Tacikistan prezidenti Emomali Rəhmon Eurovision 2012 mahnı müsabiqəsinin keçirildiyi Bakı Crystal Hall ilə yaxından tanış oldu. Ali qonağa möhtəşəm zal barədə ətraflı məlumat verildi.